Hamımızın keçənə rəhmət eləsin. Allah rahmet eylesin. Aşıq Ziyaddinə Allah rəhmət eləsin. Allah rahmet eylesin. Aşıq Ziyaddinlə bağlı mən elə bir ikicə kəlmə söz deyəcəm. Bəhvər Aşıq Xıdır onu danışdı. O Xıdır oğlunun məsələsini. Aşıq Ziyaddinlə mənim 38 ildən çox dostluğum oldu. O da ailəvi dostluq oldu da elə belə üzəbəri yox. Bir-birimizə, evimizə ailəlik, öz evimiz kimi bir-birimizin evinə gelib gəlirdik. Bu da ondan qaynaqlandı ki, həmin o Xıdır oğlu Abdullah kişiyə, ona da Allah rəhmət eləsin, nəvələrinin sünətində o toğlu məsələsi, erkək məsələsi dedim. Mənim şeirlərimi ilk dəfə onda Aşıq Ziyaddin oldu. Ay sağ ol. Ondan bəri də bu günə qədər rəhmətə gedən, xəstələnən vaxtına qədər Aşıq Ziyaddin mənim çox şeirlərimi oxuyur və həm səslə, həm video ilə yayımlanıbdır. Diski bağlayıb, oxuyubdur. Diski də var. Allah rəhmət eləsin. Allah rahmet. Bugün Allah rəhmət Aşığın Yok orada danışarsın ne? il mərasimində xatirəsini yad edib gəlmişdik. Ruhu şad olsun. Mən də bilmirəm, bundan sonra gene söhbət edən olacaqmı biz? Olar. Ha, buyur. Bir mansız vakıftan sonra bir mansız da çalsın gidiyor ondan sonra. Ben çok danışmayacağım. Allah rahmet eylesin. Buyur. Ziyaddin'e. Şair vakıf. Ziyaddin. Bak biz ki bu oldu geldik buna. Yeter lazım dedi. Allah rahmet. Hamımızın kalbimizde hamaşa yaşayacak. Neçə ki biz var hayatta Ziyaddin yaşayacak. Allah sonrasında. Allah Gel rahmet buyur. Erişehir'de görüşürüz. Sağ olun. Biraz Allah kabul etsin. Bu bilək ki, bazı adamlar Eşad aşırı yok. Bizi istəyirəm. Bəzən görürsən ki, deyir ki, öl yerində saz çalınır mı? Bu sənətkardır qardaş. Biz bunların sazınla anadan olmuşuq. Biz bunların sazınla da dünyadan köçəyirik. Ay sağ ol. Buyur. Güzel durum. Aşıq Ziyaddinə söz vermişdim, təkrar danışıram. Aşıq Ziyaddinə söz vermişdim, xəstə yatan vaxtı. Sənin haqqında bir kitab yazacağım. Şimdi onun da dedim, onun da bir təqdimatını sənin boynuna qoyacağım, bir ayağa qalx. Haya dedi, yaz qardaş, yaz ağırlıqını, yaz. İndi qəhərlənirəm danışmağa. Yazdım. Yazdım ama çok təəssüf ki vəfatını görmədi. Vəfatına düşdü. Mən indi bu həmin kitab. Eşk ol. Sağ ol. Ziyaddin haqqında yazdım. Var olun, Həmin var kitab olun. kiçik də olsa və mən bunu yaza bildim. Görün, burada mən ona yazdığım bir şeir var idi. Valla burası surattan değil. Orada halka, biz Ramiz müəllimdə gəlib bir kəlmədə Ramiz müəllim desin. Sen tabana kadar istəyirsən qoy. Ha, buyur, Gel. buyursun. Ha. Ramiz müəllim, tamam. Bağışla. Buyur, buyur. Uçtu aramızdan, görünmez oldu. Şen bülbül avazlı bir ustad gitti. Görmedi itibar hiç zamaneden, çekti bu dünyadan dad bidat gitti. Eyledi yanıklı ahı sineden, bilmedim gemini yaranıp neden. Yoksa az mı gördü dersi Mehmet'ten? O büyük ustadı kıldı yar gitti. Eşk ol. Belədir fələyin insana qəsdi. Dünya bir gün toydu, bir gün də yastı. 100 də yaşasalar deməzlər bəsdi. Sanki üstümüzdən əsli bar getdi. Dilimdə əzvərdi ustadın adı. Görmədim kimsədə ondakı dadı. Əflatunam deyim, təsəlli budur. Qoydu bu dünyada yaxşı ad
Eşk olsun. Getdi. Allah rəhmət eləsin. Yalnız müəllim, buradakı rəqəmlə bağlı mən siz geçdiniz, buradakı rəqəm yazılıb. Onu izah elədim, niyə belə yazılıbdır? Onun həqiqi anadan olduğu il 1948'dir. Ama o pasportta bir yazıldığına göre sağ olsun oğlu İbrahim bizim sözümüzü ediyor. Dedi ki bu koy bunun həqiqi tarixi olsun. İndi bizimkilerin bilirsiniz hamısının yaşı səhv yazılıbdır. Halka orada çok sözü var. Bizim hürmetli diyalımız sazın sözün güzel tefakeki. O teftatları falanların hamısı öz yerinde koymuş. Özde güzel aşık mahalların ifadesi daha. Yeri gelende okuyur. Eşk olsun. Ramiz Bakirov. Buyurun. Sami müəllim, ardın bərdin, zəhmət olmuş, sən də uşaq. Hadi bu tərəfdə çıxar bəni. Köyüne reis ol. Hoş gördük. Bir güzel, nurlu bir havada. Nur da bir berekettir. Yaş yadındadır. Biz geçen il son menzili yola saldık. Böyük üstadımızı, Borçalı Aşıq Məktəbinin çok büyük bir sənətkarı Aşıq Ziyəddin Məhəmmədoğlu'nun ruhu şad olsun, məkanı cennet olsun. Amin. Biz bütün Borçalılar saz söz adamlarına həmişə borcumuz var. Çünkü saz bizim varlığımızdır, saz bizim mənəvi pasportumuzdur. Her yere, dünyada çıxışımızdır. Ona göre de Milli bayrağımızdır. bəli, sazı yaşadan adamlara bizim hamımızın boyun borcu var. Bizim eşikdəkən laylamızı saz çalır. Ona göre biz saz havasından yetişmişik. Ruhumuz da həmişə sazdır. Bir daha məkanı cennet olsun. Aşıq Ziyəddinin elimizin, obamızın başı sağ olsun. Ocağı var olsun. Hörmələri var olsun. Oğuluşları sağ olsun. Qədir bilənlər var olsun ki, büyün amrıq. Ay Ziyəddin, təmiz ada, hörmət vardı el ovada. İnsanoğlu bu dünyada 3 gün, 5 gün qonaq olar. Qonaq olsa da bu dünyada üz ağlığından yaşadı, sənətə, aşıq sənətinə üz ağlı gətdi. Nəhəng Dədə Şəmşirin obrazını Aşıq Ziyəddin yarattı. Aşıq Şenliyin obrazını, Aşıq Şenliyin obrazını 2018-ci ildə Aşıq Ziyəddin yarattı. Bu bizim üçün, hamımız üçün fəxarətdir. Borçalı sazı üçün fəxarətdir. Ruhu şad olsun, məkanı cənnət olsun. Allah Ramiz rahmet müəllim, eylesin. yeri çürükdeyim. Allah rəhmət eləsin Zaman Mustafayeva, böyük alimə. O öləndə vəsiyyət eləmişdi ki, məni sazla yola salarsınız orada. O Qarayazdan zəng elədilər, dedim orada o kadar aşıq var, dedi yox. Rəhmətli Ziyəddinə dedim ki saat 1 idi, dedi mənim başım üstə dedi. Sabah getdik, yəni Dədə Camal kimi o böyük alimi, əgər hələ aşıq deyildi o adam, amma böyük alimi sazla yola salırsa da əslində bizim, indi gəncləri demirəm, bizim bax o tanınmış adamların hamısını biz sazla, son mənzilə sazla yola salmalıyıq. Bunun büyük Ziyəddin ruhu şaddır. Ziyəddin ruhu şaddır ki, büyük bir ildən sonra onun qəbrinin üstünə dostları, aşkılar yığışıb saz çalır. Ömrü boyu Ziyəddinin ya da düşəndə sazı ya da düşəcək. Çingiz müəllim buyurun, oradakiler bizi dağlayacaklar. Yok, estağfurullah. Yok, Çingiz müəllimlə buyur. Tez elə. Baş üstə. Allah rəhmət eləsin. Gözəl ustadımıza. Hamımızdan fərqli olaraq məndə gözəl ustadın deyilməyəcək, yazılmayacaq xatirələri var. Ona görə ki, bizim şəxsi dostluğumuz olurdu. Yaş fərq olmağına baxmayaraq, şəxsi dostluğumuz var idi. Bu kişinin, bu ustadın, bu insanın sənəti, sazı nə qədər müqəddəsdir, xasiyyəti işi də özündən gözəl idi. Bu az bir vaxtda bunun yanında utanacaq durmaq mümkün deyildi. İlahi hava yaradırdı ki, artıq tam sərbəst olurdu. Və ona görə Allah Teala buna bu sərbəstliyi verdi, bütün saz dünyasını verdi bu kişiyə. Ruhu şad olsun bu gün. Çox sənətkarlar yox, az sənətkarlar belə havada, müxtəlif yerlərdən onun ruhunu yığışmağına adamlar cəlb eləyə bilir. Həmin müqəddəs insanlardan biri də Aşıq Ziyəddin də Allah ona rəhmət eləsin, ruhu şad olsun, yer cənnət olsun. Allah rahmet eylesin. Gedək orada da qapıda. Allah hamınızdan da razı olsun.